Bu videoda sizə pivot anlayışından danışacağam. Növbəti startup terminimiz məhz budur. Videonun geri qalanında pivot və ya pivot olaraq tələffüz edəcəm. Bəs startup sahəsində pivot nədir? Pivot o deməkdir ki, bir biznes və ya bir startup öz yolunun ortasında dayanır və biznesin bir və ya bir neçə komponentini dəyişdirir. Yəni biz bir ideya ilə yola çıxırıq, lakin bir mərhələdə düşünürük ki, ideyanın bəzi hissələri bütövlükdə işləmir, layihəni dayandırmaq yerinə pivot etmək qərarına gəlirik. Yəni o işləməyən hissələri dəyişdirmək qərarına gəlirik. Bu dəyişiklik köklü də ola bilər, qismən də. Məsələn, gəlin götürək bir layihə nümunəsi. Həkimlərlə pasiyentləri birləşdirən bir platforma qurmaq qərarına gəldik və dedik ki, biz elə bir platforma yaradacağıq ki, orada həkimlər öz profillərini yaradacaqlar və ixtisaslaşdıqları sahələri qeyd edəcəklər. Daha sonra pasiyentlər də daxil olub onların arasında seçəcəklər və müraciətlər edəcəklər. Lakin daha sonra ortaya çıxır ki, bu model işləmədi. Biz həkimlərdən gözlədiyimiz reaksiyanı ala bilmədik. Bunun yerinə biz həmin layihəni klinikaları hədəfləyən bir ideyaya çeviririk. Bu zaman bu etdiyimiz adlanır pivot. İndi keçək tarixin ən maraqlı pivotlarından birinə. Bu Slack-dir. Slack platformasının aranızda bilməyənlər varsa, Slack biznes sahəsində istifadə olunan ən məşhur mesajlaşma alətlərindən biridir. Yəni bir növ WhatsApp kimi düşünə bilərsiniz, amma biznes sahəsində istifadə olunur. IT mütəxəssisləri geniş istifadə edir, dizaynerlər geniş istifadə edir və s. Slack ideyası başlanğıcda oyun qrupunun bir oyun məhsulunun üzərində işləməsi ilə yaranıb. Bu komanda oyun hazırlayırmış. Oyun hazırlayarkən aralarında daha yaxşı kommunikasiya ola bilmək üçün, işlərini daha yaxşı görmək üçün özləri üçün daxili bir alət düzəldirlər. Bu arada şirkətlərin bu formada daxili alətləri olur. Və düzəltdikləri bu daxili alətlə istifadə edirlər. Baxmayaraq ki, ideyaları uğurlu olmur, oyunları uğurlu olmur, lakin görürlər ki, bu alət onların problemlərini çox yaxşı həll etdi və bazarda belə bir alətə ehtiyac var. Çünki özlərindən bilirlər ki, belə bir alət olmuş olsaydı, özləri düzəltməzdilər, elə olanı istifadə edərdilər. Və onlar layihəni dayandırıb komandanı ayırmaq yerinə düşünürlər ki, biz oyun sahəsindən ayrılaq, bu məhsulun inkişafı üzərində işləyək. Bundan sonrası isə məlumdur. Onun arxasınca Slack-in bildiyimiz uğuru gəlir. Hamımızın aktiv istifadə etdiyi Instagramın da belə hekayəsi var. Onun haqqında bilirsiniz? Bilənlər rəylər bölməsində bizlə bölüşsün. Sağ olun, növbəti videolarda görüşənədək.